Nərdin açar ikən iki qapağın, hər iki aləmdən verir sorağın. Biri gördüyümüz yerin binası, biri kəşkaşan fəza dünyası. Dediyimiz nərdin 30 vardaşı, 30 ayın sonu, bir ayın başı. Diqqətlə baxsaq həmən daşlara, 15'i ağ daşdı, 15'i qara. Ağ daşlar nişan verir bizə gündüzü, qara daşlar gecəni şəhr etsək düzü. Nərddə gözə çarpır 24 xanə, günün saatların gətirir canə. 400 nə üçün bölünüb onlar? Yəqin ki burada gizli sirri var. Həmən sir nədir? Oluruq tanış. Onlar 4 fəsildir. Yaz, yay, payız, qış. Bəs nə deyir o qoşa zərlər? Hər ötən götürüb əlində hərlər. Zərdir hərlərdən nərddə hər işi, bənzər aylə günə onun gərdişi. Qabaq piyalada hərlənir onlar, sən bir ustadda bir hikmətə bax. Səmanın qütbəsi bir piyalada, aylə günü o belə hərlədər. Demək, biri aydır, biri də gündür. Buna inanmamaq qeyri-mümkündür. İndi nəzər salaq xallara bir-bir. Görək bu xalların mənası nədir? Bir anlıq mətləbdən çıxım kənara, bəzi dostlarıma deyəs sözüm var. Siz nərdi sanmayın, adı əyləncə, adı deyildir bu oyun məncə. İnsan yaratsa da bu cansız cismi həkk olubdur nərddə Allahın ismi. Nərdin hikmətini dərk edən hər kəs onu qumar kimi oynamaz bəlkə. Bəli, yek dedik, vahiddir Allah. Ey dostum, sənə oldu mu agah? Dünədir, o iki saf kəşanədir, yer ilə səmaya bir nişanədir. Sənədir, 3 ilkin əsil mövcudat, nəbadat, cəmaət, bir də heyvanat. Cahar nədir? Şübhəsiz 4 ünsürdür bu. Əlbəttə, od, hava, bir də torpaq, su. Pənc nədir? Pənc 5 duyğular timsalıdır, bil. Bu da ağız, burun, qulaq, göz ilə dil. 6 cəhət, 6 yol. Yuxarı, aşağı, ön, arxa, sağ, sol. Diqqət etsək, zərin önlə arxasın, saysan 7 gələr hesablamasın. Bilmək istəyirsən bu 7 nədir? 7 səyyarədən bizə nişandır. Bununla xətb olur ustadın sözü, kəlamı yaşayır, yoxsa da özü. Kəlamı yaşayır, yoxsa da özü.